Allah Taala'nın yaratdığı hər bir işdə, hətta hadisələrdə, imtahanlarda, bəlalarda belə hikmət var. Bu təbiidir. Həmçinin də Allahın ədaləti əsasındadır. Allahın yaratdığı hər bir şey ədalət, hikmət əsasındadır. Əgər biz Allahın hər hansı bir işi barəsində ədalətsizlik görürüksə, bu bizim baxışımızın nöqsanıdır. Əslində isə o iş özlüyündə də ədalətlidir. Belə bir hədis nəql olunur ki, bir gün Həzrəti Davud Peyğəmbərin yanına bir yaşlı qadın gəldi, başladı şikayət eləməyə, Nəuzubillah, Allahın ədalətindən. Dedi, sən mənə izah elə görüm, Allah necə ədalətlidir? Davud Peyğəmbər soruşdu ki, nə olub, nə baş verib ki? Dedi, mən bir nəvəm var, atasız, anasızdır, mən onu saxlayıram və dolanışığımız da belədir. Mən deyir, hər gün bazardan ip, sap alıb gətirirəm, bir şərf toxuyuram, səhər aparıb satıram, yenə də onun qazancını ip alıram və artıq qalan qazancı ilə da evimizə çörək alıb gətirirəm, özüm və nəvəm bunu ilə dolanırıq. Bu gün də deyir, bazara gedəndə şərfi atmışdım çiynimə, gedirdim satmağa, bir dənə qartal gəldi, onu çiynimdən götürdü, getdi. Mən də onu onun əlindən, caynağından ala bilmədim. İndi burada başa düşdüm ki, Allah Teala hətta mənim əlimdə olanı da mənim əlimdən aldı. Axı bu necə ədalət ola bilər? Həzrəti Davud Peyğəmbər elə istəyirdi ki, ağzını açıb ona cavab versin, qapı döyüldü. İcazə istədilər, 10 nəfər kişi daxil oldular içəri. Dedilər ki, ey Allahın Peyğəmbəri, biz tacirlərik. Dəniz yolu ilə ticarət səfərindən qaydırdıq. Təsadüfən yolda gəmimiz deşildi. Biz nə qədər əlləşdik, uğraşdıq ki, gəmidən, daha doğrusu bu qayıqdan sahilə gəlib çataq, sağ-salamat çıxaq və orada Allahdan kömək istədik. Həmin vaxtı gördük bir dənə qartal caynağında bir şərf idi, gətirdi, atdı bu qayığın içərisinə və biz də o şərfi həmin o deşilmiş yerə, qayığın deşilmiş yerinə tıxamaqla birtəhər gəlib sağ-salamat sahilə çıxdıq və sahilə çıxandan sonra da sözümüz bu oldu hamımızın ki, hər birimiz götürüb 1000 dinar aparaq Allahın Peyğəmbəri Həzrəti Davuda verək, özü də fəqirlərin arasında bölüşdürsün. Və pulu qoyub ortalıqda hərəsi 1000 dinar, ümumilikdə 10.000 dinar qoydular və oradan çıxıb getdilər. Onlar gedəndən sonra Həzrəti Davud Peyğəmbər üzünü tutdu xanıma, dedi ki, Allahın ədalətini axtarırdın, hikməti axtarırdın ədalətində, hətta Allahın ədaləti bax bu. 10.000 dinarı götür, get. Allah səndən belə deyib, 1 dinarlıq şərfi almaqla əvəzində sənə nə verdi? 10.000 dinar onun əvəzində sənə yetirdi. Bu da Allahın ədaləti.